İsrail Milli Təhlükəsizlik Naziri Livan yandırılmalıdır deyir. İransa Livanı qırmızı xətt adlandırır. Amerikalılar da yaxşı bilirlər ki, biz bu mövqedən bir addım da geri çəkilməyəcəyik. Əgər mən olmasaydım, İsrail darmadağın ediləcəkdi. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump İsraildən Hizbullahla atəşkəsə razılıq verməsini istədi. Bazarı baha, çox baha, hər şey bahadır. Mövsüm meyvələrinin qiyməti hələ də yüksək olaraq qalır. Ekspertlər nə deyir? Problemlər var ki, biz bir dəfə gələn turistin bir daha bura cəlb edilməsinə çətinlik çəkirik. Azərbaycana Asiya regionundan gələn turistlərin sayı niyə azalıb? Problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? Bu və digər məlumatlar İTV Xəbərin saat 14 buraxılışında hər vaxtınız xeyir, studiyada Ramiz İdrisoğludur. İsrail ordusu Livanın cənubuna yenidən hava zərbələri indirib. Livanın dövlət mediasının məlumatına görə gecə saatlarında Nəbatiyə şəhərinin Əl-Favqa bölgəsi vurulub. Səhər saatlarında isə Ərəb Səlim qəsəbəsinə indirilən zərbələr nəticəsində 3 nəfər ölüb. Bundan başqa pilotsuz uçuş aparatlarının Deyrə Zəhrani və Tüveyr yaşayış məntəqələrinə hücumları zamanı daha 2 nəfər həyatını itirib. Beləliklə son hücumlarda ölənlərin sayı 5-ə çatıb. Hücumlar Amerika Birləşmiş Ştatları rəsmilərinin Hizbullah hərəkatının atəşkəsi bərpa etmək barədə razılığa gəldiyini açıqlamasından bir gün sonra baş verib. İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Gvir gərginliyi artıran açıqlama verib. O, Livanın tamamilə yandırılmalı olduğunu bildirərək İsrail hərbiçilərinin ölümünə sərt cavab verilməsini tələb edib. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump İsraildən Hizbullahla atəşkəsə razılıq verməsini istəyib. Bu barədə isə Trump NBC News-a müsahibəsində bildirib. O, bu çağırışı İsrailin Livana hücumlarının Amerika Birləşmiş Ştatları-İran arasında planlaşdırılan sülh danışıqlarına mənfi təsiri ilə əlaqələndirib. Trump, İsrailin baş naziri Benjamin Netanyahu ilə bu barədə danışıb-danışmadığını açıqlamasa da, Axios-a müsahibəsində onu müəyyən sərhəddə saxlamağın vacibliyini vurğulayıb və İsrailə yardımları xatırladıb. Əgər mən olmasaydım, İsrail darmadağın ediləcəkdi. Onlar mənə böyük hörmət bəsləyirlər və nə deyirəmsə onu da edirlər. Amma biz onları biraz sağlam düşüncə çərçivəsində saxlamalıyıq. Yadınızda qalsın, əgər mən İranla nüvə sazişini ləğv etməsəydim, bu sənəd rəsmi şəkildə nüvə silahını aparan yol idi. Obama isə düşünürdü ki, İrana nağd şəkildə 1 milyard 700 milyon dollar daxil olmaqla, yəni milyardlar verməklə məsələni həll edə bilər. Livan məsələsini İran üçün qırmızı xəttdir. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai deyib. Bildirib ki, İslam Respublikası Livanda atəşkəs razılaşmasından geri çəkilmək niyyətində deyil. Onun sözlərinə görə Amerika Birləşmiş Ştatları ilə müzakirə olunan anlaşma memorandumunun əsas bəndlərindən biri məhz bu ölkənin ərazi bütövlüyünü və regionda hərbi əməliyyatların tam dayandırılmasını nəzərdə tutur. Rızai vurğulayıb ki, Ağ Ev və müttəfiqləri Livanın suverenliyinə hörmətlə yanaşmalıdır. Amerika Birləşmiş Ştatları ilə İran arasındakı sözgedən memorandumun ən vacib bəndi Livanla bağlıdır. Sənədin ilk maddəsində bu ölkənin ərazi bütövlüyü və bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması açıq şəkildə vurğulanır. Bu o deməkdir ki, razılaşmaya əsasən rəsmi Vaşinqton və müttəfiqləri Livandakı hərbi mövcudluğuna son qoymalıdır. Bu məsələ İran üçün qırmızı xəttdir və Amerikalılar da yaxşı bilirlər ki, biz bu mövqedən bir addım da geri çəkilməyəcəyik. Bu arada Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə hava zərbələri indirib. Hücum nəticəsində 2 mərtəbəli yaşayış binasına dağıntılar qeydə alınıb, 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbərliyi məlumat verib. Ümumilikdə Rusiya gecə saatlarında Ukrayna ərazisinə 100-ə yaxın dronla hücum edib. Onlardan 92-si zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Cəbhədəki gərginlik fonunda BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iyunun 22-sində təcili iclas keçirəcək. Görüş regionda sülhün və təhlükəsizliyin qorunması məsələlərinə əsir olunacaq. Digər tərəfdən Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump Ukraynaya silah tədarükü xərclərini artıq Avropa ölkələrinin qarşılamalı olduğunu vurğulayıb.
ABŞ əvvəlki administrasiya dövründə Ukraynaya böyük həcmdə silah və hərbi texnika təqdim edib. Lakin o zaman bu xərclərin Avropa tərəfindən kompensasiya olunması tələb edilməmişdi. Mən Avropa liderləri ilə görüşümdə bu məsələyə açıq şəkildə diqqət çəkdim. Onlara rəsmi Vaşinqton tərəfindən indiyə qədər təxminən 350 milyard dollar dəyərində yardım göstərildiyini xatırlatdım. İndi növbə Avropanındır. İranla Amerika Birləşmiş Ştatları arasında imzalanan sənəd mühüm inkişaf idi. Regionun bu günlərdə daha sabit hala gəldiyini, Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin də yaşlaşdığını müşahidə edirik. Bu isə regiona daha çox sabitlik gətirəcək və investisiyalarda müsbət təsir göstərəcək. Bunu İTV Xəbəri eksklüziv müsahibəsində İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının baş icraçı direktoru İsmail Ərşahin deyib. Təşkilatın Azərbaycanla mövcud əlaqələrindən danışan baş direktor qeyd edib ki, Azproma uzun illərdir VEPA-nın tərəfdaşıdır və İdarəetmə Komitəsinin üzvüdür. Bu yaxınlarda isə komitədə regional direktor vəzifəsinə seçilib. Biz regiona, Azərbaycana maraq göstərən investorların sayının artdığını görürük və bu maraq ölkəyə investisiyalara çevrilir. Lakin daha vacib olan odur ki, yalnız bir ölkəni təşviq edərkən regional vəziyyəti və regiondakı mövcud şəraiti də nəzərə almalıyıq. Region ölkələri nə qədər çox əməkdaşlıq etsələr və regionu birlikdə təşviq edə bilsələr, bu, investorları bir o qədər çox cəlb edəcək. Biz inanırıq ki, hazırda region getdikcə daha dayanıqlı olur və proseslər düzgün istiqamətdə inkişaf edir. Regionun daha sabit hala gəldiyini görürük və bu, şübhəsiz ki, investisiyalara da çevriləcək. 2030-cu ilə qədər paytaxt metrosunda daha 5 yeni stansiyanın inşası yekunlaşacaq. Onlardan biri tikintisinə yaxın vaxtlarda başlanılması gözlənilən B05 stansiyasıdır. Mövcud Nizami stansiyasının yaxınlığında salınacaq və infrastruktura inteqrasiya ediləcək. Bu layihə xüsusilə Yasamal, Nəsimi və Xətai rayonları istiqamətindəki hərəkət intensivliyini xeyli asanlaşdıracaq. Bakı metropoliteninin Bənövşəyə xəttinin sayca 6-cı şərti adı B5 olan yeni stansiyasının layihəsi hazırdır. Stansiyanın Nizami metro stansiyası yaxınlığında inşa olunması və mövcud infrastrukturla əlaqələndirilməsi nəzərdə tutulur. Nizami stansiyasından istifadə etməklə təhsil baxımından digər vacib stansiya olan Elmlər Akademiyası, həmçində son dövrlərdə xüsusi sıxlığı ilə seçilən İnşaatçılar stansiyası və Yasamal istiqamətində hərəkəti və xətlər ayrıldıqdan sonra Xətai stansiyasına qədər, yəni Xətai və Nəsimi rayonunun bir hissəsinə olan insan axınının hərəkətin tənzimlənməsində xüsusi əlahidlər olacaq. Bu, eyni zamanda bu iki stansiya yaxınlaşıq olacağından avtobus və taksilər üçün də feeder zonaları müəyyən edilməklə, onlardan istifadə etməklə insanların yaxın məsafələrdə daha intensiv hərəkətini təmin edəcək. Mütəxəssislər hesab edirlər ki, yeni stansiya paytaxtın metro şəbəkəsindəki yükün bölüşdürülməsinə və sərnişin axınının daha səmərəli idarə olunmasına kömək edəcək. Onların fikrincə, layihə xüsusilə şəhərin mərkəz hissəsində nəqliyyat sıxlığının azaldılmasına müsbət təsir göstərəcək. Yeni stansiya həm də 28 may stansiyasının yükünü azaldacaq. Bugün metroda əsas transfer nöqtəsi 28 may stansiyası hesab olunur. Yeni keçid sərnişinlərin bir hissəsini həmin qovşaqdan yayındıracaq və sıxlığı azaldacaq. Daha sonra vaxta qənaət olunacaq. Sərnişinlər şəhərin bir hissəsindən digərinə daha az dayanacaq və keçidlə çata biləcəklər. Bu isə gündəlik səfərlərin müddətini azaldacaq. Qeyd edək ki, B5 stansiyasının layihəsi artıq hazırdır. Yaxın vaxtlarda tikinti işlərinə başlanılması gözlənilir. Dövlət proqramına əsasən 2030-cu ilədək bu stansiyada daxil olmaqla paytaxt metrosunda 5 stansiyanın tikintisinin yekunlaşdırılması planlaşdırılır. Lamiyə Xeyqani qızı, Sərxan Daşdəmirov, İTV Xəbər. Davam edirik. Meyvə bazarlarında mövsümə uyğun olmayan bahalıq yaşanır. Yaxşı məhsulun kiloqramı 6 manata qədər təklif olunur ki, bu da qışa hazırlıq görən alıcıların büdcəsinə ciddi təsir edir. Səbəb kimi həm iqlim dəyişikliyinə görə yaranan məhsul qıtlığı, həm də daşınma xərclərinin artması göstərilir. Mövcud vəziyyət nə qədər davam edəcək? Sıradakı materialdan izləyək. Yay mövsümü olsa da bazarlarda meyvələrin qiyməti hələ də yüksəkdir. Xüsusilə mürəbbəlik meyvələrin bahalaşması alıcıların narazılığına səbəb olub. Alterli olan ərik burada 5 manatdır.
Yəni başqalarında da biraz fərq var da, amma yenə də bahadır. Bazarı baha, çox baha, hər şey bahadır. Bazarda meyvələrin qiyməti 1 manat 50 qəpikdən 6 manata qədər dəyişir. Satıcılar bildirirlər ki, mövsüm tam gücü ilə başlamadığından bazara çıxarılan məhsul azdır. Onların fikrincə, yaxın günlərdə qiymətlər tədricən enəcək. Qiymətlər 1.50-yə, 3 manata, gilas 2.50-yə, 3 manata. Meyvələr hamısı yerli meyvələrdir. 2 manata, şaftalı. Yavaş-yavaş inşallah təqribən bir həftəyə hər şey stabil olacaq. Təsərrüfat sahibləri deyirlər ki, bu il əlverişsiz hava şəraiti məhsuldarlığa ciddi təsir göstərib. Nəticədə həm məhsul azalıb, həm də qiymətlər yüksəlib. Hava çox soyuqlu olduğu üçün də, yağış yağdığı üçün bu il meyvə yoxdur. Heç öz eğitimdə də yoxdur. Məndə çoxlu gilas, albalı, marina var idi. Marinalarım da yanıb yağışdan. Hamısı quruyublar. Yoxsa bu vaxta kimi mən çoxlu mürəbbə, kompot hazırlayardım. Bazarda gedirsən, bazarda qan qiymətinədir. Məhsuldarlığın azalması ilə yanaşı, becərmə və daşınma xərclərinin artması da qiymətlərə təsir edir. Satıcılar hesab edirlər ki, bazara məhsul axını artdıqca meyvələrin qiymətində müəyyən ucuzlaşma müşahidə olunacaq. Zəminə Hüseyin, Zamin Novruzov, İTV Xəbər. Qusarda kənd təsərrüfatı tamamilə yeni intensiv inkişaf mərhələsinə qədəm qoyur. Rayon ərazisində intensiv və superintensiv meyvə bağlarının sahəsi 10.000 hektara çatdırılıb. Təsərrüfatlarda tətbiq edilən müasir damlama, suvarma sistemləri fermerlərə sudan daha səmərəli istifadə etməklə yanaşı, məhsul istehsalını dəfələrlə artırmağa imkan verir. Meyvə və tərəvəz istehsalında yüksək və keyfiyyətli məhsul əldə etməyi nəzərdə tutan fermerlər ən müasir innovasiyalardan istifadə edirlər. Son 2 il ərzində bu yeniliklərdən istifadə edən Qusarlı fermerlər yüksək nəticələr əldə ediblər və bu ilki meyvə və tərəvəz yetişdirmə mövsümündə də uğur qazanacaqlarına inanırlar. Qusarda mövcud olan 4000 hektara yaxın tərəvəz sahəsində son 3 il ərzində innovativ becərmə üsullarının tətbiqi genişlənib. Xüsusilə müasir suvarma sistemlərinin qurulması su ehtiyatlarından daha səmərəli istifadə etməyə və məhsuldarlığı artırmağa imkan verib. Fermerlər bildirirlər ki, müasir texnologiyaların tətbiqi həm məhsulun həcminə, həm də keyfiyyətinə müsbət təsir göstərir. 10-12 ildir ki, təsərrüfatla məşğul oluq, sırf tərəvəzçiliklə məşğul oluq. Onun axırıncı 5-6 ildir biz təzə suvarma sistemləri istifadə edirik. Onun da müsbət cəhəti odur ki, bu həm suya qənaətdir, həm də ki, işçi qüvvəsi biraz azdır, həm də məhsulun çox keyfiyyətli olmasını gətirir. Müasir becərmə üsulları bağçılıq sahəsində də uğurla tətbiq edilir. Son illər bioloji yaş həddini keçmiş və məhsuldarlığı aşağı düşmüş bağlar yenilənərək onların yerində intensiv və superintensiv meyvə bağları salınıb. Hazırda Qusarda 18.469 hektar bağ sahəsi mövcuddur. Bunun təxminən 10.000 hektarını intensiv və superintensiv bağlar təşkil edir. Hər il bu bağlardan 84.420 ton məhsul yığılır. Bağbanlar müasir agrotexniki üsulların tətbiqinin xəstəliklərə, eləcə də əlverişsiz hava şəraitinə daha davamlı meyvə sortlarının əkilməsinin məhsuldarlığı artırdığını bildirirlər. Suvarma sistemində o damcılı üsul bizdə su azlığı da müşahidə olunur. Amma buna baxmayaraq suvarma sistemində həm gübrələrdən istifadə, həm də bu damcılama üsulu bizə məhsulun 3 qat, 4 qat, hətta 5 dəfə artıq alınmasına yardım edir. Mütəxəssislərin sözlərinə görə kənd təsərrüfatında innovativ yanaşmaların genişlənməsi ekstensiv inkişaf modelindən intensiv inkişaf mərhələsinə keçidi sürətləndirir. Bu isə həm fermerlərin gəlirlərinin artmasına, həm də ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edir. Hər il rayonda istehsal olunan ümumi məhsul dəyərinin 53-55% kənd təsərrüfatı sahəsinin payına düşür ki, burada da müasir bağlar və innovativ texnologiyalarla becərilən tərəvəz əkinləri xüsusi yerə malikdir. Kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı qəbul olunmuş və 2026-2030-cu illəri əhatə edən dövlət proqramında da müasir suvarma sistemlərinin genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və səmərəliliyin artırılması əsas prioritetlər kimi müəyyənləşdirilmişdir.
Rayonda fəaliyyət göstərən müasir soyuducu ambar kompleksləri də kənd təsərrüfatı məhsullarının saxlanılması və bazara keyfiyyətli şəkildə çatdırılmasında mühüm rol oynayır. Hazırda Qusarda ümumi tutumu 92,3 min ton olan 27 soyuducu ambar kompleksi fəaliyyət göstərir. Payız mövsümünədək müasir texnologiyalarla təchiz olunan daha 4 soyuducu ambarın istifadəyə verilməsi nəzərdə tutulub. Bu isə məhsul itkisini azaltmaqla yanaşı, istehsalçıların satış imkanlarını daha da genişləndirəcək. Ramiz Ramazanlı, Polad Tahirov, Aysən Ələkbərova, İTV Xəbər, Qusar. Bunun əksinə Azərbaycanın turizm sektorunda azalma müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, rəqabətin artdığı şəraitdə yeni yanaşmaların tətbiqi və fərqli turizm məhsullarının təqdimatı xüsusi əhəmiyyət daşıyır. Sektorda əsas diqqət həm turist sayının, həm də onların ölkədə qalma müddəti və xərclərinin artırılmasına yönəlib. Bu ilin ilk 3 ayında Azərbaycana Asiya regionundan gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 24% azalıb. Ekspertlər bu geriləmənin səbəblərini həm qlobal proseslərdə, həm də ölkənin turizm strategiyasında görürlər. Onlar hesab edirlər ki, Körfəz ölkələrindən turist axınının azalmasına, yaxın şərqdə davam edən münaqişələr və aviareyslərlə bağlı məhdudiyyətlər təsir göstərsə də, problem təkcə bununla bitmir. İnsanları cəlb edəcən aksiyaların keçirilməsində müəyyən axsaqlıqlar var, problemlər var ki, biz bir dəfə gələn turistin bir daha bura cəlb edilməsinə çətinlik çəkirik. Təqdimatın gücləndirilməsinə, bir tək Bakının yox, regionlarımızın, əsasən də işğaldan azad olunmuş bölgələrimizdə ekoloji turizmin təşviq olunmasına, bunun üçün gözəl şərait var orada. Tarixi abidələrin ziyarət olunmasına, bunun üçün orada kifayət qədər ciddi tarixi abidələrimiz var. Yəni bunun tanıtımını həyata keçirmək lazımdır. Turizm bazarında uğur qazanmaq üçün həm də hər ölkəyə fərqli yanaşmağı bacarmalıyıq. Əgər hər hansı bir bazardan turist itiriksə, burada ilk növbədə düşünməliyik ki, viza əlçatanlığı təmin edək. Təşviqat işləri davam etməlidir. Mən düşünürəm ki, bu ölkədən biz blogerlar gətirməliyik. Bu ölkənin TV kanallarında çıxışlar etməli, regionlarımızda olan aeroportlarımızı, hava limanlarımızı daha güclü işlətməliyik və birbaşa müxtəlif ölkələrlə, bu hədəf ölkələrlə belə deyək, birbaşa reyslərin açılması üzərində çalışmalıyıq. Mütəxəssislər deyirlər ki, iqtisadi baxımdan turizm birbaşa büdcəni doldurmasa da zəncirvari effekt yaradır. Beynəlxalq standartlara görə bu sektor azı digər 10 sahənin inkişafına təkan verir. İAŞ obyektlərinin dövriyyəsini və vergi daxil olmalarını artırır. Biz daha çox bahalı otel konsepsiyasına keçmişik. Bu da bəlli bir turizm segmentini cəlb eləyir. Amma kütləvi turist əsasən də Avropadan, Asiyadan cəlb olunan, Çindən, Yaponiyadan cəlb etmək istədiyimiz turistlər onlara bahalı otel maraqlı deyil. Çünki oteldə onlar ancaq gecələməyi düşünürlər. Daha rahat bir yer olsa bəs eləyir. Ölkələr var ki, bir tək təbiət hadisələrinə görə, məsələn bir şəlaləyə görə, bir çaya görə, bir körpüyə görə çoxlu sayda turist cəlb eləyirlər. Azərbaycan Turizm Bürosundan da hazırda bu istiqamətdə geniş miqyaslı təhlillərin aparıldığı bildirilir. Hədəf isə hər ölkədən gələn turistin maraq dairəsinə uyğun xidmət və layihələr təqdim etməkdir. Bizim üçün yalnız gələn turistlərin sayı yox, eyni zamanda da onlar gələrkən xərcləmə potensialı, qalma müddəti, onların məmnuniyyəti və digər faktorlar da ölçülməkdədir. Mərhələli yanaşmanı həyata keçiririk. Hər bir hədəf bazarı üzrə bizdə məlumatlılığın artırılması gedir. Ondan sonra biz daha çox marketinqə diqqət yetiririk və 3-cü mərhələdə bu fəaliyyətlərin nəticəsində gəlmə və real olaraq konversiya adlandırdığımız mərhələlərə baxırıq. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci rübündə Azərbaycana gələn ümumi turistlərin sayı təxminən 5% azalıb. Türkanə Əlsoy, Zamin Novruzov, Rüfət Əliyev, İTV Xəbər. İqlim dəyişikliyi köçəri quşların həyat dövrünü birbaşa təhdid etməyə başlayıb. Kanadada aparılan geniş miqyaslı monitorinqlər ortaya qoyub ki, artan temperatur və vaxtından əvvəl gələn bahar quş populyasiyasını sürətlə azaldır. Anidən yüksələn havanın temperaturu yuvaları tələf edir, həşəratların isə köç vaxtından çox əvvəl çoxalması uzun yoldan gələn yorğun quşları aclıqla üz-üzə qoyur. Qlobal istiləşmənin fəsadları köçəri quşların da həyat ritmini pozur. Torontodakı Tommy Thompson parkında yerləşən quşları müşahidə stansiyası adi günlərdə 150-yə yaxın, köçün pik vaxtlarında isə 200-dən çox quş qeydiyyatı alır.
Lakin stansiyanın son dərci olan hesabatı narahatlıq doğuran mənzərəni ortaya qoyub. Yaz və yay aylarında quşların ümumi sayında kəskin azalma var və mütəxəssislər bunun səbəbini birbaşa iqlim böhranında görürlər. Ötən ilin iyununda rütubət indeksinin 40 dərəcəni keçdiyi şiddətli isti dalğası yaşadıq. Monitorinqlər zamanı gördük ki, ərazidə yuvanı tərk etmə dövrünə çatan balaların sayı kəskin azalıb. Anormal isti yuvanın inkişafına birbaşa təsir edir. Quşların orada temperaturu aşağı salmaq imkanları məhduddur. İstilik müəyyən həddi keçəndə yuva tamamilə məhv olur. İqlim dəyişikliyi quşların təbii miqrasiya təqvimini də alt-üst edir. Ekspertlərin fikrincə yazın vaxtından tez və sürətlə gəlməsi həşəratların erkən çoxalmasına səbəb olur. Nəticədə köçəri quşlar gəlib çatanda artıq qida tapmaqda çətinlik çəkirlər. Ekosistemdəki bu həyəcan təbili parkı ziyarət edən turistlərin də nəzərindən qaçmır. Onlar problemin fərqli ekoloji amillərlə də bağlı ola biləcəyini düşünürlər. Quşların miqrasiya tarixini dərindən bilməsəm də, mənə elə gəlir ki, köçəri quşların azalması təkcə hava ilə yox, ümumi ətraf mühitlə bağlıdır. Məsələn, şəhərin səs-küyü də bura təsir edə bilər. Parkda fəaliyyət göstərən alimlər üçünsə hər açılan səhər sürətlə dəyişən təbiətə kritik bir pəncərədir. İndi burada hər bir quşun sağ qalma mübarizəsi qlobal bir ekoloji böhranın əks sədasına çevrilib. Tibb və texnologiyanın birgə addımı mümkünsüzü reallaşdırır. İspaniyada tətbiq edilən yeni nəsil egzoskeletlər yerimə qabiliyyətini itirən pasiyentlər üçün əsl qurtuluşa çevrilib. Təxminən 20 kiloqram ağırlığında olan və süni intellektlə idarə edilən bu robotlaşdırılmış sistemlər insanlara illər sonra yenidən yerimə imkanı yaradır. Gündəlik həyatımızda etdiyimiz hər adi hərəkət bəzən bir başqası üçün ən böyük arzuya çevrilə bilir. İnsult, onurğa beyni zədələri və digər nevroloji xəstəliklərdən sonra insanlar yenidən yeriməyi öyrənməli olur. İspaniyada isə bu yolda onların köməyinə egzoskeletlər gəlir. Robotlaşdırılan bu sistem ayaqlara və bel nahiyəsinə bərkidilir, insanın ayağa qalxmasına və addım atmasına kömək edir. Təxminən 20 kiloqram çəkisi olan qurğu pasiyentin vəziyyətinə uyğun olaraq fərdiləşdirilə bilir. Bir neçə dəqiqə əvvəl əlil arabasında oturan pasiyent qəfildən ayaq üstə dayanır və ilk addımlarını atır. Egzoskelet pasiyentin hərəkət qabiliyyətini mərhələli şəkildə bərpa etməyə imkan yaradır. Əlil arabasından istifadə edən insanlar üçün bu yenidən ayağa qalxmaq və gündəlik həyatın sadə anlarını yaşamaq şansı deməkdir. Məsələn, pəncərədən baxmaq, ətrafı ayaq üstə seyr etmək və ya sadəcə mən yenidən ayaqdayam hissini duymaq. Məhz belə emosional və fiziki nəticələr egzoskeletlərin ən böyük üstünlüklərindən biridir. Reabilitasiya mərkəzində yalnız ayaqlar üçün deyil, əllər üçün də robot köməkçiləri var. Ümid əli adlanan sistem pasiyentin əzələlərindən gələn ən zəif siqnalları belə hiss edir və barmaqların hərəkət etməsinə yardım göstərir. Süni intellekt də artıq reabilitasiya proqramlarının ayrılmaz hissəsinə çevrilir. Sistemlər pasiyentin hərəkətlərini analiz edir və məşqləri onun ehtiyaclarına uyğunlaşdırır. Süni intellekt son dərəcə güclü bir vasitədir və gələcəkdə səhiyyə və xüsusilə reabilitasiya sayəsində robotlaşdırılan fizioterapevtlərin meydana çıxması mümkündür. Lakin mən insanların bu prosesdən tamamilə kənarda qalacağını düşünmürəm. Əslində süni intellekt və robotlar mütəxəssisləri əvəz etməkdən daha çox onların işini asanlaşdıran köməkçi rolunu oynayacaq. Onlar bir çox prosesləri sürətləndirir və daha effektiv edə bilər. Amma insan amilini və peşəkar təcrübəni tam şəkildə əvəz edə bilməz. Bugün egzoskeletlər sadəcə texnoloji yenilik deyil, bir çox insan üçün yenidən ayağa qalxmaq ümididir. Hər addımın arxasında mürəkkəb alqoritmlər və robot mexanizmləri dayansa da əsas məqsəd dəyişmir. İnsanlara itirdikləri hərəkət azadlığını geri qaytarmaq. Bəlkə də gələcəyin reabilitasiyası məhz insan iradəsi ilə texnologiyanın birgə addımladığı yol olacaq. Və salam, mənim sizə bu saata çatdıracaqlarım bu qədər. Studiyada Ramiz İdrisoğlu'dum. Görüşmək ümidilə.